əvvəlcə üz çevirdilər. Hamının sevimlisi oldu. Ronaldo ilə bir sıraya qoyuldu. Türkiyəyə gələn Kante kimdir? Ölkə N'Golo Kante haqqında maraqlı faktları təqdim edir. Onun valideynləri əslən Malidəndir. Daha yaxşı imkanlar axtarmaq üçün sonradan Fransaya köçüblər. Kante 1991-ci ildə Parisdə anadan olub. Atası daş ustası, anası isə təmizlikçi işləyib. 11 yaşında olarkən atasını itirib. Kantenin valideynləri ona Bambar İmperiyasının böyük mal imperatoru N'Golo Diarra'nın adını veriblər. Diarra bir vaxtlar kölə olmuş, daha sonra isə Mali hökmdarına çevrilmiş şəxs idi. Kante Paris küçələrindən çıxaraq böyük oyunculardan birinə çevrilməklə bu ada layiq olmağı bacarmışdı. O, futbolçu olmağa ilk dəfə 7 yaşında Dünya Kubokunu izlədikdən sonra qərar verib. Xüsusilə özü kimi immigrant kökləri olan Zinedine Zidane və Thierry Henry kimi oyuncuların Fransa üçün böyük uğurlar qazandığını görmək onun qərar verməsində rol oynayıb. Yarım müdafiəçi 30 il sonra 2018-ci ildə Fransanın Dünya Kubokunu qazanmasında əsas rol oynayaraq bu arzusunu gerçəkləşdirmişdi. 2012-ci ildə peşəkar debütünü Bulon şəhərinin eyni adlı klubunda edib. Onu komanda yoldaşları canavar adlandırırdı. Kante meydandan kənarda səssiz biri idi, meydanda isə canavara çevrilirdi. Həmin dövrdə Kantenin maşın almağa imkanı yox idi, buna görə məşqlərə skuterlə gedib gəlirdi. Bulondan sonra 2015-ci ildə 5,6 milyon funt sterlinqə Leicester City'yə, 2016-cı ildə 32 milyon funt sterlinqə Chelsea'yə transfer olub. Yarım müdafiəçi kifayət qədər uğurlu olsa da karyerasının əvvəllərində heç nə yolunda getmirdi. Bu oyunun kiçik olması səbəbindən bir çox komanda Kanteni görməzdən gəlib. Hətta Arsenalın əfsanəvi baş məşqçisi Arsene Wenger belə onu transfer etməkdən imtina edib. Fransız məşqçi illər əvvəl verdiyi müsahibədə karyerasının əvvəlində Cristiano Ronaldo'nun, sonunda isə N'Golo Kanteni transfer etmədiyi üçün peşman olduğunu söyləyib. N'Golo Kante müsahibələrində demişdi ki, futbolda karyera qura biləcəyinə əmin olmadığı üçün kollecdə mühasibə atıcılığı üzrə təhsil almışdı. Amma sonradan onun istedadı kəşf edilib və Kantenin B planına ehtiyacı qalmır. Yarım müdafiəçi oyuncu karyerası boyunca doğru yerdə və doğru zamanda olmağı bacarsa da, əslində o qədər də dəqiq insan deyil. Komanda yoldaşları Kantenin məşqə həmişə gecikdiyini deyirlər. Keçmiş komanda yoldaşı Jamie Vardy Kantenin məşqə gecikdiyinə görə cərmələndiyini söyləyib. Lakin Kante cərməni ödəməkdən imtina edib, bunun əvəzinə isə Afrikadakı insanlara kömək etməyi üstün tutub. Yarım müdafiəçi təvəzzükarlığı, şirin, səmimi və utancaq təbiəti ilə də tanınır. Onu bəzən balaca uşaqlar kimi davrananda, bəzən isə oyundan sonra meydanı yığışdırarkən görmək mümkündür. N'Golo Kante həm yerləri Claude Makelele və Lassana Diarra'dan ilham alıb. Keçmiş komanda yoldaşı David Luiz deyir ki, Kante müftə yeməyi xoşlayır. Kante onun restoranında yemək yeyərkən həmişə hesabı ödəməməyə çalışır. 1992 və 1993-cü illərdə həm yerlisi və Manchester United əfsanəsi Eric Cantona'dan sonra Kante fərqli klublarla ardıcıl 2 çempionluq qazanan yeganə oyuncudur. Komanda yoldaşları məşqə və lüks maşınlarla gəlsə də, Kante təvəzzükar olmağa üstünlük verib. Onun lüks maşın almağa kifayət qədər imkanı olsa da, illərlə ikinci əl Mini Cooper idarə edib. Hətta ona 2015-2016-cı illərdə BMW hədiyyə edilsə də, Kante köhnə avtomobilli sürməyə davam edib. Buna səbəb isə İngiltərəyə ilk gəldiyi pulsuz dönəmlərində həmin Mini Cooper'in ona hədiyyə edilməsi idi. Mən heç vaxt avtomobil sevən biri olmamışam və gənc olanda avtomobil və ya buna bənzər bir şeyə həvəsim olmayıb deyə Kante söylüyor. O, hazırda Türkiyənin Fenerbahçe klubunda karyerasını davam etdirir.